bugünkü şərtlərdə 10 binlik, 5 binlik bir silahlı qrupu saxlamaq o qədər də ucuz məsələ deyil. Yəni buna hər hansı bir sadə bir qrup, hətta küçük bir terör təşkilatı edəməz. Buna mütləq arkasından sərmayə lazımdır. Amma bugün sərmayə də bilirsiniz ki təsadüf deyil. Yəni siz Dünya Bank Qanunvericiliğində belə Avropa və Amerikanın aldığı qərarlarda 10 bin dollar bir bankaya yatırdığınız zaman hemen sizin hakkınızda nəzarət başlar. Bu para necə gəldi, bu pul necə kazanıldı, necə bankaya yatırıldı. O ki qaldı bu tür təşkilatlara yüz binlərlə, milyonlarla para nəql edilir, ötürülür, verilir, silah dağıtılır ki Amerika Suriye'de açık şekilde silahlandırdı bu tür grupları. Şimali Irak'ta da eyni şekilde. Ya mesele budur. Bu oyunlardır. Ne kadar etkili olar? Mənə elə gəlir ki boş şeydir. Çünkü bu tür meseleler, İsrail bu meselede esas oyuncu değil. Esas Amerika Birleşmiş Milletler'dir. Trump da bu meselede Türkiye ile daha çok anlaşma taraftarı.